Mənim müsəlmanlar arasında şahid olduğum bir başqa məsələ də var ki, başqa din mənsubundan olan insanlarla ailə həyatı qurmaq istəmirlər. Sizcə bunun əsasında nə dayanır? Dinlər arasında olan uçurummu, ya varmı belə bir şey? O, Quran ayələrinə verilən yanlış tərcümələrlə qaynaqlanan bir məsələdir. Hətta belə bir ifadələr də işlədirlər. Bəzən bunu nə ilə əlaqələndirirlər, mən sizə deyim. Bu da bir ənənəvi yanaşmadır. Bizim kəndlərimiz var ki, bəzən həmin o kənddən digər qonşu kəndə qız vermirlər. Müəyyən cənub bölgəsində bəzən elə olur ki, bir kənd özünü sünni hesab edir, digər kənd şiə hesab elədiyinə görə oradan da belə ailə həyatı qurmaq problemə çevrilir və bir-birlərini az qalsın düşmən gözündə görürlər. Amma biz artıq dünya insanı olduğumuza görə, məsələyə dünya insanı gözü ilə baxdığımıza görə burada bu evliliklərdə bir qəbaətin olmadığını görməliyik. Məsələn, Məhəmməd Peyğəmbərin özünün Yahudi xanımı da olub, Xristiyan xanımı da olub. Bunu inkar eləyə bilərlər insanlar. Yaxud da deyək ki, Lut Peyğəmbərin xanımı, məsələn, ərinə deyək ki, gətirdikləri haqqı inkar eləyib. Və inkar elədiyinə görə, kafir olduğuna görə Lut Peyğəmbər onu boşamayıb. Ailə həyatları davam eləyib. Yaxud da qadın tərəfindən götürək. Quranda adı çəkilmədiyi halda bəhs edilən, məsələn, Fironun xanımı imanlı bir qadın olur, əri isə Əzazil bir hökmdar olur, Firon olur. Buna baxmayaraq, o ondan boşandığına dair heç bir məlumat verilmir. Yəni, məsələ o demək deyil ki, bir insan başqa bir xalqdan və yaxud da özünü başqa bir dindən hesab edirsə boşana bilər. İslama görə İsa Peyğəmbər də bizim Peyğəmbərimizdir, Musa Peyğəmbər də bizim Peyğəmbərimizdir, Məhəmməd Peyğəmbər də bizim sonuncu Peyğəmbərimizdir. Biz onların arasında fərq qoya bilmərik. Amma təəssüflər olsun ki, bugün müsəlmanlar çox ciddi fərqlər qoyurlar. Musanı Yahudilərin Peyğəmbər kimi qəbul edirlər, İsanı Xristiyanların Peyğəmbəri kimi qəbul edirlər. Bunlar da doğru bir yanaşma deyil heç bir şəkildə. Ona görə ailə həyatı qurmalarında heç bir tərəddüd olmamalıdır və yoxdur. Bəs sizcə bu təkcə müsəlmanlarda olan bir görüşdür? Məsələn, Xristiyanlar, Yahudilər müsəlmanlara qarşı necə münasibət? Var, hamısında var. Məsələn, Yahudilikdə də belə bir anlayış var. Onlar bilirsiniz ki, müəyyən bir müddət Babil sürgünü yaşayırlar. 70 ilə qədər olduğu deyilir bu sürgünün. Həmin o sürgündən qayıdandan sonra orada əsasən iki şəxs ortalığa çıxır. Biri Ezra, bir də Nehemya. Həmin orada Ezra Yahudiliyi yenidən bərqərar eləyir, yenidən formalaşdırır və hətta əlimizdəki mövcud olan Tanaxın, yəni onların müqəddəs kitab bildikləri Toranın belə həmin o Ezra tərəfindən yazıldığı iddia edilir. O da yaddaşında qalanlardan, hətta onu deyirlər ki, bir arada bir yerə çəkilir, özü ona vəhy gəlir, elə yazır. Həmin o Ezra, ondan sonra belə bir şərt qoyulur orada ki, Yahudidən başqası ilə evli olanlardan ayrılacaqlar, ancaq Yahudi ilə evlənəcək. Məsələn, ona görə də Yahudi ana anlayışını o dövrdən etibarən götürürlər ki, anası Yahudi olanları Yahudi olaraq qəbul edirlər. Xristiyanların özündə də belə bir problem var. Sadəcə müsəlmanlarla evlilik məsələsində deyil. Məsələn, protestanlarla katoliklərin evlənməyində ciddi bir problemlər var əslində. Bəzən katoliklər onların evliliyini qəbul elədiyi halda protestanlar qəbul eləmir və yaxud da əksi olur. Çünki bilirsiniz ki, məsələn, katolisizmdə evləndikdən sonra boşanma anlayışı yoxdur, amma protestanlığın məsələyə yanaşması tamamilə fərqlidir. Yaxud da, məsələn, Malakanların özlərində belə bir anlayış olub, xristiyan bir dini icma olaraq və Azərbaycanda da olan Malakanlar da var. Onlar da özlərindən 7 nəsil əvvələ qədər, indi bilmirəm necədir müasir dövrdə orada, 7 nəsil əvvələ qədər qohumluq əlaqələri olursa, onlarla evliliyi zina sayıbdılar, bir-birindən ailə həyatı qurmamağa çalışıbdılar. Ona görə də bəzən onlardan olmayan yerlərdən, onların sayı azalan yerlərdən onlar həmişə uzaqlaşıbdılar ki, onlara qohum olmayan başqaları ilə evlənə bilsinlər deyə. Bu hər bir yerdə var. Məsələn, müxtəlif buddizmin hakim olduğu ölkələrə geçsəniz də bunu görə bilərsiniz. Hinduizmin hakim olduğu ölkələrə geçsəniz, orada da hətta bilirsiniz ki, kasta sistemində belə müəyyən kastalara mənsub olanlar belə digər kastalarla evlənmələri qadağandır. Amma İslam dinində belə bir anlayış yoxdur. İslamda əsas insanların bir-birini anlaması, orada sükunət tapması deyilir ayədə. Yəni, bir-birində o rahatçılığı tapmaları, anlayış olmaları, bir-birlərini dərk eləmələri, yəni bir dost ola bilmələri, bir-birini anlaya bilmələri, o sevgini davam elətdirə bilmələri, doğmalaşmaları bununla bağlı olan bir məsələdir yanaşmada. Bunu davam elətdirdikləri təqdirdə niyə də olmaz?
Bu dinlərdə fərqli olan məsələlərdən biri də dəfn prosesidir. Tutaq ki, bir dində cəsəd yandırılır, birində tabutda dəfn olunur, bizdə də kəfəndə dəfn olunur. Bu hər hansısa bir qayda ilə buyurulubmu ki, belə olmalıdır, yoxsa bu da ənənə halını almış bir şeydir? Bu da şeydir? ənənə halındadır. Çünki məsələn İslamın deyək ki, qısa bir məhdud çərçivədəki İslamı desək, yəni Məhəmməd peyğəmbərlə əlaqələndirilən bir İslam anlayışını götürsək, Məhəmməd peyğəmbərdən əvvəl də ərəblər eyni şəkildə insanları dəfn edirdilər. Yəni İslam bunu dəyişmədi. Fərqli bir dəfn forması gətirmədi. Yəni belə bir anlayış yox idi ki, İslamdan əvvəl ərəblər yandırırdılar. İslam gələndən sonra deyək ki, yandırmanı aradan qaldırdılar, təzədən dəfn elədilər. Eyni prosesdir. Yəni xüsusi bir mərasim və sair keçirilmə yoxdur. Cənazə namazı deyilən anlayış cənazə duasıdır. Digər məsələn Buddizm olsun, Hinduizm olsun və yaxud da bu günlərim Avropanın artıq bir çox yerlərində cənazələrin yandırılması ilə bağlı, həmin o meyitlərin, cəsədlərin yandırılması ilə bağlı müxtəlif icazələr veribdilər. Taylandda onların paytaxtında belə bir şeylə şahid olmuşdum ki, baxdım orada tabut düzəldilən yerlər var. Dedim axı burada yandırılır, niyə tabutda düzəldilirsiniz? Dedi bu da imkana görə dəyişən bir məsələdir. Adam var deyir ki, mən filan ağacdan düzəldilən tabutda yandırılmaq istəyirəm. Bəzisi deyir ki, adi bir tabutda yandırılmaq istəyirəm. Yəni bu qiymətlərə görə dəyişir. İmkanlı adamlar bunu da istifadə edir. Yaxud da Yaponiyanın özündə yandırılandan sonra onların küllərinin saxlandıqları yerlər var. Daha mənzərəli bir yerdə həmin o küllərin qorunması, saxlanmasının qiyməti hətta 100 min dollara qədər gəlib çıxır. Eyni məsələni İsraildə də görə bilərsiniz. Bu günlərim deyək ki, Qüdsdə daha doğrusu orada Zeytun dağı deyilən bir yer var. İndi hətta yer də yoxdur. Orada yer olduğu təqdirdə bir insanın orada dəfni, Yahudilərdən gedir söhbət, 500 min dollardan başlayır. Onu da bir növ birbaşa cənnətlik olmaq kimi dəyərləndirirlər. Onların da üzərlərinə, onlarda adətdir, daş qoyurlar həmişə bastırılandan sonra. Ona görə İslam dinində düzdür, bunu gətirirlər Quran-Kərimdən Maidə surəsindəki güya qarğa öyrətdi onlara dəfn etməyə və s. Bunlar doğru verilməyən tərcümələrin nəticəsidir. Sabahlarım başımıza elə bir hadisə gələ bilər ki, dənizdə də qərq ola bilərik. Məsələn, balıqlara da yem ola bilərik və yaxud da təyyarədə məhv ola bilərik. Heç bir qırıntımız belə tapılmaya bilər. Yəni bu o zaman necə olacaq? İslam bizim dəfn olmağımızla maraqlanmır, ölümümüzlə maraqlanmır. Bizim yaşamağımızla, həyatımızla maraqlanır və ona görə biz yaşadığımız müddətdə ölümdən sonraki həyat üçün nə etmişik, nə toxumlar səpmişik, nəyi o tərəfdə becərəcəyik, bunu əsas alır. Bunu eləmək üçün də Allahın buyurduğu kitabına uyğun yaşamalıyıq, əsas budur. Dəfindən danışdıq, biraz da qəbir əzabından danışaq. Bu necə, yəni buna inanırsınız? Çünki elələri var ki, hətta bastırılandan sonra qəbrin başında növbə belə çəkənlər var. Bəli, mən də bunu təzəlikcə eşitdim. Hətta bəzi bölgələrimizdə artıq üzərində çadır da qururlarmış. Müəyyən bir müddət orada Quran ayələri və sairələri oxuyurlarmış. Buna görə də yaxşı vəsait alırlarmış. Hətta cəmaət eləyə bilməyənlər belə bu öz valideynlərindən, yaxınlarından bunun borc kimi bilib, borca girib gətirib onu eləyənlər də var imiş. Bu təbii ki, heç biri doğru deyil. Belə bir şey ola bilməz. Çünki qəbir əzabı da Quranda olmayan bir məsələdir. Hamı elə qəbir əzabından danışır, qəbir mükafatından heç kim danışmır. Sanki elə bil qəbrə gedənlərin hamısı mütləq cəzalandırılmaq üçün gedibdilər. Onun üçün bu doğru bir yanaşma deyil. Belə bir həqiqət payı yoxdur bu məsələnin. Qurana gətirilən ayələri gətirirlər bəzən ki, Firona səhər, axşam əzab verilərdi. Adamdan bir dənə soruşursan ki, dostum, bir insan öləndən sonra zaman anlayışı aradan qalxır. Artıq orada səhər, axşam olmur. Yaxud da Quran ayələrdən baxanda deyir, onlar qaldırıldıqları zaman, dirildiləcəkləri zaman onlardan soruşulacaq ki, nə qədər qaldınız? Orada deyirlər ki, onlar bir gün və yaxud da gün yarım, yaxud da yarım gün. Amma bunların heç biri həmin o qəbir əzabından çıxmış insanlar kimi olmadıqlarını görmüş oluruq. Yəni, belə bir şey ola bilərmi? Şahidlər olmadan Allahın cəzalandırması nə qədər Allahın ədalətinə uyğun gələ bilən bir məsələdir. Halbuki bilirik ki, Allah ədalətlərin ən ədalətlisidir. O zaman bu deyilənlərin heç bir əsası, heç bir doğruluq tərəfi olmağı mümkün deyil. Bəs bu qədər səhv tərcümə, səhv anlaşılma hardan gəlir? Vaxtı ilə kimlərsə tərcümə edibdilər, onu saxlayıbdılar və həmin dövrdə də həmin məzhəblərin iqtidarı kim olubsa, o iqtidarlar bunu qoruyub saxlayıbdılar. Məsələn, əks fikirdə olanların, məsələn, onlardan birini deyim, bir Mutəzilə deyilən, ağla önəm verən bir qrup olur və yaxud da məzhəb kimi qeyd edirlər bunu. Mutəzilənin günümüzə qədər gəlib çıxan bir əsəri yoxdur artıq. Ən axırıncı təfsir kimi Zəməxşərini qeyd edirlər ki, o da
Hicrətdən 5 əsr sonra yazılmış bir təfsirdir. Yəni bu da Mu'təzili sayılmağı heç mümkün deyil. Amma onun nümayəndəsi kimi qeyd edirlər. Yəni ona görə həmin o əks fikirlərin hamısı darmadağın edildi. Qarşı fikirdə olanların həm özləri, həm də yazdıqları aradan qaldırıldı. Baxın biz niyə keçmişə gedirik ki? Günümüzdə, müasir dövrdə, internet əsrində, süni intellekt dövründə mənim ilahiyyatçı Elşad Mirinin kitabı Azərbaycanda rəsmi olaraq qadağan edilmədimi? Məhkəmələrdə, müxtəlif instansiyalarda bunlar həmin o yasaq qoyulmadımı? Bu kitabı, halbuki bugün o kitabı artıq Türkiyədə çap olundu, Azərbaycan elində çap olundu, Türkiyə türkçəsində çap olundu, Qırğızstanda çap olundu. İndi hələ yenə də çapı ilə bağlı müəyyən görüşmələrimiz davam edir bəzi yerlərdə. Və üstünə də yazılar Azərbaycanda yasaqlanan kitab artıq Türkiyədə 4-cü nəşri çıxdı və böyük tirajla da çap olundu. Yəni insanların hələ də rəğbəti var. Türkiyə əslində bunu qadağan eləməli idi. Amma bizimkilər onların ənənəvi din dedikləri, məzhəblərinə zidd olduqlarına görə qadağan elədilər. Yəni biz deyirik ki, səhv tərcümə. Bu qədər səhv tərcümələri belə gəlir çıxır. Amma halbuki dini komitənin özünün adlarını yazaraq, çap elətdirərək payladıqları həmin o Quran tərcüməsinə baxın. Mən indi sizin qarşınızda belə bu sözləri çıxardıb oradan deməyə ar eləyərəm, utanaram, çəkinirəm ki, mən orada yazılanları bu cürləri təqdim edim. Adamların özlərinin yazılanlardan xəbərləri yoxdur. Çünki oxumurlar. Başqa insanlar bunu oxuyurmu? Xeyr, oxuyub başı düşmədiklərindən görə atırlar bir kənara bəzən. Yaxud da bunu deyək ki, müqəddəs bilib öpüb alınlardan qoyurlar və salam. Yaxud da evlənən insanların altından keçmələrini təmin edirlər və salam. Yaxud da həccə, umrəyə gedənləri güya qaldırırlar, altından keçir. Güya bunlar süddən çıxmış ağ qaşıq olurlar kimi bir fikir formalaşır. Belə bir din ola bilərmi? Belə bir Quran anlayışı ola bilərmi? Yəni bu insanlardan səhv niyə olmasın ki? O qədər səhvlər var ki, o qədər səhv tərcümələr var ki. Çünki bəzən onu qınayırlar ki, bu boyda ərəbşünaslar bilmədi, sən mi bilirsən? Hər ərəbşünas ərəb alimidir. Yəni bu günlərim ərəbin özünə belə göstərsəniz, bəzən müasir dövrdəki ərəb də başa düşdüyünü baxırıq ki, məsələn onların özlərinin tərcümələrində yanlış veribdilər. Onlar da onların fikirlərinə zidd olan tərcümələri heç bir zaman Səudiyyə Ərəbistanda Kral Fəhd adına olan mətbəədə çap etməyinə imkan vermirlər, icazə vermirlər, qadağan eləyirlər. Və sizcə bizdə din təsiri yüksək səviyyədə olsaydı bu məsələ həllini tapardı? İnanıram, ancaq onu yüksək səviyyədə məsələsi deyil. Yüksək səviyyə dediyimiz nədir? Məsələ odur. Yəni birincisi orada dəstəkləyəcək insanlar kimlər olmalıdır? Ümumiyyətlə bizdə hazırda din təsirini hansı səviyyədə görürsüz? Çox bərbad səviyyədə. Çünki bugün Azərbaycanda Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. İlahiyyat İnstitutunun bir də İlahiyyat Kolleci təsis edildi. İlahiyyat İnstitutunun müəllimlərini məsələn mən bu Ramazanda hamısını bu qədər tanımırdım eləsinə. Space televiziyasına bir veriliş verirdilər. Həmin o verilişdə qarşılarında oturan adam, məsələn dini bilməyən, sadəcə Seyid adı ilə özünü tanıtdıran bir şəxsin qarşısında oturub bunlar onun müraciət forması bəli Seyidim, çox sağ ol Seyidim deyən insanlara mən məəttəl qaldım. Əvvəl molla yetişdirilirdi məscidlərə, indi də elə bil İlahiyyat İnstitutu imam yetişdirir və yaxud da müəzzin yetişdirir. Bu nə qədər doğrudur? Yetişdirək, amma düzgün yetişdirək. Nağıllarla deyil. Təsəvvür edin, bir xanım qızımız belə deyim, mənə yaxınlaşıb özünün ateist olduğunu deyir və suallarına cavab tapmaq üçün mənə yaxınlaşdığını qeyd elədi. Və dedim, bu sualları müəllimlərdən verə bilmirsənmi? Deyir, verdiyəndə aldığım cavab bu idi. Ona görə deyir, mən ateist olmuşam. Müəllimlərdən deyirminsənmi? Xeyr deməyib. Dövlət Komitəsinin özündə işləyən tanıdığım dostlarımız var. Onlar deyirlər ki, biz məcburuq. Buradan çünki ilahiyyatçıyıq. Buradan çıxandan sonra, burada işləməsək, bizim alternativ olaraq işləyə biləcəyimiz, ailəmizə baxa biləcəyimiz bir yerimiz yoxdur. Ya susmalıyıq, ya da cəsarət tapıb çıxmalıyıq, o zaman da övladlarımız ac qalacaq. Düşünürsünüz ki, bizdə din ancaq adam öləndə yada düşür? Düşünmürəm, onu görürəm. Görürsən. Yəni bu günlərim insanların müzakirə yeri yas məclisləridir. Din yada düşəndə kiminsə vəfat edilmişi olur, yada düşür. Və yaxud da bəzi adamlar həbsxanaya düşdükləri zaman din yadlarına düşür. Çünki belə ayrı digər vaxtlarda dinlə bağlı müzakirələri çox çətin görə bilirsiniz. Niyə? Çünki din anlayışını bizdə həmişə insanın ölümü ilə əlaqələndiribdilər. Yaşantısı ilə əlaqələndirənləri görməmişik. Cin çıxarma kimi bir proses var. Hətta bunun nəticəsində həyatını itirən insanlar da olur. Bunu televiziyalarda belə göstərirlər. Nə dərəcə realdır? Uydurma adamsın. Cin dediyimiz anlayış nədir? Birinci bunu bilməliyik. İnsana nə isə girib, nə isə çıxarmaq anlayışı doğru bir yanaşma deyil. Cin çıxarmaq da elə bir cin xüsusi özəl bir varlıqdırmı əslində bunu çıxardırsan. Bəziləri də Peyğəmbərin adından istifadə eləyib,
Qurandakı cin surəsini və s. gətirərək belə bir şeylər, güya cin çıxartdılar, başqa səslə danışdırdılar, bunu həyata keçirdilər və s. Bunlar hamısı nağıllardır, uydurmalardır və insanları aldatmağın başqa bir formatıdır bu da. Sir deyil ki, ölkəmizdə sünnət çox dəbdəbəli şəkildə keçirilir. Yəni, sünnət prosesinin bu dərəcə böyüdülməsinə nə ehtiyac var? İslam dinində sünnət anlayışı yoxdur. Belə bir şey əmr də yoxdur, Quranda da yoxdur. Sanki Allah natamam bir məxluq yaradıb, ondan sonra insanlar bu səhvi düzəldirlər kimi bir anlayış var. Dəlləyə və s. müraciət edəndə bunlar o məsələni aradan qaldırırlar. Belə bir şey ola bilərmi? Yəni bunlar adət-ənənələrdir. Bu adət-ənənə heç məsələn güya İslamdan əvvəl olan bir məsələdir. Yahudiliyin özündə bilirsiz ki, 7-ci gündən sonra 8-ci gün oğlan uşaqları ilə bağlı olan bir məsələdir. Amma bunun heç bir aidiyyəti olmadığı halda təəssüflər olsun ki, İslam adından istifadə edən bəzi yerlərdə, hətta bizim bəzi bölgələrimizdə də olmuşdu, onunla bağlı da sorğu keçirmişdilər. Sorğu deyəndə daha doğrusu röportaj hazırlamışdılar. Orada da qızların belə sünnət olunmağından bəhs edilirdi ki, bunların heç bir şəkildə, heç bir formatda İslama yaxından uzaqdan əlaqəsi yoxdur. Bu adət-ənənəni İslam adı altında həyata keçirirlər və bunun güya müsəlman olmaq kimi təqdim edirlər ki, bu da heç bir şəkildə doğru deyil.